Axşamınız xeyir olsun, dəyərli qonaqlar, əziz tədbir iştirakçıları. Sizi bu axşam təşkil olunan bayram tədbirində salamlamaqdan böyük sevinç hissi duyur və hər birinizə xoş gəlmişsiniz deyirik. Xalqımızın taleyində dönüş nöqtəsi olan 15 iyun Qurtuluş Günü münasibəti ilə sizin hər birinizi təbrik edir. Azərbaycanımız üçün rifah, sabitlik və inkişaf arzuluyuruq. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndə Azərbaycanı parçalamaq təhlükəsindən xilas etdi. Yeni bir dövrün, sabitliyin və inkişafın təməli qoyuldu. Bugün biz həmin o tarixi qərarımızın bəhrəsini görürük və müstəqil və güclü Azərbaycanımızla fəxr edirik. Milli Qurtuluş Günü ilə başlayan xilaskarlıq missiyası illər sonra 44 günlük Vətən müharibəsində zəfərlə taclandı. Bu böyük qələbə Ulu Öndərin yolunun davamçısı Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının əzmini, gücünü və birliyini dünyaya nümayiş etdirdi. Əziz qonaqlar, bugünkü tədbirimiz Heydər Əliyev və Azərbaycan kinosu mövzusundadır. Bugün burada eşidəcəyiniz bütün mahnılar, əsərlər Azərbaycan kinosundan seçilmiş ən gözəl nümunələr olacaqdır. Və diqqətinizə çatdırım ki, bu mövzu təsadüfən seçilməyib. Çünki Ulu Öndər Heydər Əliyev incəsənətin bütün sahələrində olduğu kimi milli kinomuzun da inkişafına öz töhfələrini vermiş, misilsiz xidmətlər göstərmişdir. Və eyni zamanda Naxçıvan Dövlət Universitetinin komandası olaraq İlk dəfə belə bir formatda tədbir təşkil etsək, siz əziz tamaşaçılar üçün də çox maraqlı olacağını düşündük. Diqqətinizə daha bir məqamı çatdırmaq istəyirəm ki, bugün bizə konsertimizdə Bakıdan gələn qonaqlarımız da var, gözəl sənətkarlarımız bizlərlə birgə olacaq və öz gözəl ifaları ilə konsertimizi rövnəqləndirəcəklər. İndi konsertə başlamazdan əvvəl icazənizlə mən çox qısa bir şəkildə Ulu Öndərin milli kinomuzun tarixində göstərdiyi xidmətlərdən sizlərə bəhs etmək istəyirəm. Heydər Əliyevi Azərbaycanın kinosunun hamisi adlandırırlar. Tarixdə belə nadir dahilərə çox az rast gəlinir. O, elə dahi şəxsiyyət idi ki, bütün sahələrə eyni dərəcədə diqqət ayırmağı, qayğı göstərməyi bacarırdı. Kino bizim tariximizin salnaməsidir, deyir Ulu Öndər və kinonu güclü təbliğat vasitəsi hesab edirdi. Hələ ötən əsrin 50-ci illərində İkinci Dünya Müharibəsi zamanı əsir düşmüş əfsanəvi partizan Mehdi Hüseynzadənin haqqında araşdırmalar aparılması, onun haqqında qadağalar var idi və bu qadağaların aradan götürülməsi üçün məxfi sənədlərin araşdırılmasına nail olmuşdu Ulu Öndər. Bundan sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdi və bundan sonra, bu böyük təşəbbüsdən sonra Mehdi Hüseynzadə haqqında rejissor Tofiq Tağzadə Uzaq Sahillərdə filmini ekranlaşdırmışdır. Bu film 100-dən çox ölkədə nümayiş olunmuş və böyük müvəffəqiyyət qazanmışdır. O dövrdə çox sayda kinolar çəkilirdi, ekranlaşdırılırdı. Ancaq Moskvaya kino komitəsinə təqdim olunan zaman Sovet Bədii Şurasından keçəndə ciddi tənqidlərlə, etirazlarla qarşılaşır və çox zaman ekranlara buraxılmırdı. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Komünist Partiyasının birinci katibi postuna gələndə Respublika həyatının bütün sahələrində olduğu kimi milli kinomuzun da tarixində yeni bir ab-hava yarandı. Və təsadüfi deyil ki, elə 60-70-ci illəri kino tariximizin intibah dövrü adlandırırlar. Həmin dönəmdə burada statistik məlumatlar vardı. 110 bədii, 500 sənədli, 44 cizgi filmi ekranlaşdırılmışdır. Bu filmlərdən çoxsunu hamımız əzbər bilirik. Dəli Kür, Bizim Cəbiş müəllim, Nəsimi, Nizami, Dədə Qorqud və adlarını sadalamadığım onlarla film var ki, məhz Ulu Öndərin təşəbbüsü ilə bu filmlər ekran üzü görmüşdü. Və adlarını sadaladığım bu filmlər siz özünüz də bilirsiniz ki, bir çoxsu tarixi filmlərdir. Ulu Öndər tarixi filmlərin çəkilməsinə də xüsusi diqqət yetirirdi. Ümummilli lider Azərbaycana rəhbərliyinin ikinci dönəmində də milli kinomuzu yaddan çıxarmır. Baxmayaraq ki, 90-cı illərin əvvəlləri gərgin siyasi proseslərin getdiyi bir dönəm idi. O dövrdə Qarabağ müharibəsi alovlanmışdı. Yəni, belə bir gərgin vəziyyətdə belə Ulu Öndər kinonu
başsız, nəzarətsiz buraxmadı. Elə 1993-cü ildə o, Azərbaycan Film Fondunun yaradılmasına dəstək verdi və 1998-ci ildə Ulu Öndər kinematografiya haqqında Azərbaycan Respublikasının qanununu imzaladı. Nəhayət 2000-ci ildə Ulu Öndərin sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu günü kimi qeyd olunmağa başladı. Əziz dostlar, mən sizin vaxtınızı çox almaq istəmirəm. İcazənizlə bu axşamın mədəni zənginliyini özündə əks etdirən konsertimizə başlamaq istəyirəm. İlk musiqi nömrəmiz olacaq Ağarza Quliyevin ərsəyə gətirdiyi Səhər kino filmindən. Filmin bəstəkarı, görkəmli bəstəkarımız Fikrət Əmirovdur. Sonradan bəstəkar bu filmin musiqisi əsasında özünün ən məşhur musiqilərindən biri olan Azərbaycan Kapriçosunu yaratmışdır. Yeri gəlmişkən onu da qeyd edim ki, bu əsər ümumilli liderin ən çox sevdiyi, tez-tez də dinlədiyi əsərlərdən biri idi. Bir məqamı diqqətinizə çatdırım ki, bəlkə də bu zalda əyləşənlərin çoxsu bilir, bilməyənlər üçün də demək istəyirəm. Azərbaycanın rəhbərliyinin birinci dönəmində Azərbaycanda simfonik musiqinin inkişafına Ulu Öndər xüsusi diqqət göstərmişdi. Belə ki, o vaxt Bakıda Azərbaycan Dövlət Filarmoniyasında hər cümə axşamı xüsusi konsertlər təşkil olunurdu və bu konsertlərdə simfonik və klassik musiqilər səslənirdi. Ulu Öndər özü başda hər həftə o konsertlərdə iştirak edirdi və belə bir tələb də qoymuşdu. Dövlət məmurlarının, incəsənət xadimlərinin, müxtəlif təşkilat rəhbərlərinin qarşısında belə bir tələb qoymuşdur ki, onların hər biri bu konsertdə iştirak etməli idilər. Çox incə nüanslara diqqət edən Ulu Öndər burada da xüsusi bir siyasət yeridirdi. Çünki o inanırdı və bilirdi ki, hər bir rəhbər vəzifədə işləyən bir şəxs, dövlət məmuru simfonik musiqini dinlədikcə onun mədəni fikirləri formalaşacaq və dünya görüşü artacaqdır. Vaxtınızı çox almaq istəmirəm, sözü musiqiyə vermək istəyirəm. Beləliklə, Səhər kino filmindən musiqi ifa edir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri, dirijor, Naxçıvan Dövlət Universitetinin müəllimi, əməkdar artist Səməd Əskərov. Vals
İfa edir orkestr və Musiqi Kollecinin rəqs qrupu. Xoreoqraf, Musiqi Kollecinin müəllimi, əməkdar artist Sona Əliyeva. Dirijor, Naxçıvan Dövlət Universitetinin professoru, xalq artisti Çingiz Axundovdur. Dostlar, indi isə ən məşhur Azərbaycan filmlərindən biri olan Bəxtiyar filmi haqqında sizlərə qısaca məlumat vermək istəyirəm. Bu filmin rejissoru Lətif Səfərovdur. Deməli, 1956-cı ildə Göstərir Bakı titri ilə Azərbaycan televiziyası fəaliyyətə başlayanda ilk nümayiş olunan film məhz Bəxtiyar kinofilmi olmuşdu. Bu filmin adı əvvəlcə Ən Xoşbəxt Gün, daha sonra Sevimli Mahnı olaraq dəyişdirilsə də ən son nəhayət Bəxtiyar adı ilə təqdim olunmuşdu. Onu da qeyd edək ki, ssenari yazılan zaman filmin baş qəhrəmanı neftçi müğənni Bəxtiyar Muradovun həyatı elə məhz Rəşid Behbudovun həyatı əsasında yazılmışdı. Filmi tamaşaçıya sevdirən onun təkcə süjet xətti deyil, eyni zamanda o əsrarəngiz melodiyalardır və bu gözəl musiqilərin müəllifi bizim hər birimizin çox sevdiyi Tofiq Quliyevdir. Təsadüfi deyil ki, elə Tofiq Quliyevi Ulu Öndər də çox sevirdi. Onu həm çox sevir, onun mahnılarını sevə-sevə oxuyur, həm də yaxın dost idilər. Bir maraqlı məqamı da sizlərin diqqətinə çatdırmaq istəyirəm. Ulu Öndər ilə Tofiq Quliyevin dostluğunun əsası məhz bu doğma şəhərimizdə Naxçıvanda qoyulmuşdu. Belə ki, 1943-44-cü illərdə Naxçıvanda hərbi hissələrin birində
nəfəs orkestri, nəfəs alətləri orkestri yaradılmaq üçün Bakıdan gənc bəstəkar və dirijor Tofiq Quliyevi dəvət edirlər. Tofiq müəllim özü ilə bir neçə musiqiçi də gətirir və Böyük Bağda Zabitlər evində orkestrin məşqləri keçirilirdi. Hər gün bu məşqlər olurdu və gənc zabit Heydər Əliyev də o zaman yaxın olduğuna görə iş yeri tez-tez vaxtaşırı gəlirdi, həmin orkestrin məşqlərini dinləyirdi. Bir də onu diqqətinizə çatdırım ki, Naxçıvanda ilk caz ansamblini də yaratmağa müvəffəq olmuşdu Tofiq Quliyev. Və bu yeni musiqi janrı Ulu Öndərin də diqqətini çəkirdi, gənc Heydər Əliyevin də diqqətini çəkirdi və ona görə də bu iki böyük şəxsiyyətin dostluğu məhz elə həmin zalda başlamışdı və dostluqla başlayan bu səmimi münasibət daha sonra qardaşlıq səviyyəsinə qədər yüksəlmişdi. İndi bizim görkəmli bəstəkarımız Tofiq Quliyevin o möhtəşəm musiqilərindən biri səslənəcək. Azərbaycan mahnısını sizlər üçün ifa edəcək Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan Respublikasının əməkdar artisti Tural Nəcəfov. Rayalda müşayiət edir Naxçıvan Dövlət Universitetinin müəllimi, prezident mükafatçısı Səxavət Rəhimov. Alqışlarınızla. Ey güdretli Azərbaycan, əzəl gündən anasan mənə. Ey güdretli Azərbaycan, əzəl gündən oğulam sənə. Ey güdretli Azərbaycan, müqəddəs daşın var, torpağın var, bizə canan da əzizdir. Üç rəngli müzəffər bayrağın var, günəş qədər o təmizdir. Mən sənin uğrunda vuruşlardan, oddan, alovdan keçərəm. Dağ kimi möhkəməm etibarlı, yolunda candan keçərəm. Sevin şadlan nurla bəzər, çünki səni candan sevər. Şan şöhrəti dünyalar gəzər, evladın var Azərbaycan. Şan şöhrəti dünya gəzər, evladın var Azərbaycan. Əziz dostlar, hər gəlişimdə görürsünüz ki, sizlər üçün dolu-dolu məlumatlarla gəlirəm və indi haqqında danışacağımız film, İnanıram ki, bu zalda əyləşənlərin bir çoxunun ən çox sevimli filmlərindən biridir. Söhbət Dəli Kür filmindən gedir. Rejissor Hüseyn Seyidzadənin ərsəyə gətirdiyi Dəli Kür filmi əslində ilk təqdimatda etirazlarla qarşılaşır və ekrana buraxılmama təhlükəsi var idi. Sovet senzurasından keçməmişdi, çünki burada final hissə və
filmdə təsvir olunan bizim milli dəyərimiz olan Novruzun təsviri Sovet Bədii Şurasının dırnaqarası deyək, xoşuna gəlməmişdi. Ona görə də belə təklif eləmişdilər ki, filmin həmin qeyd olunan hissələri ya dəyişdirilməlidir, əks halda film ekran üzü görməyəcək. Bu məsələ haqqında uzun-uzun fikirləşir Hüseyn Seyidzadə, ancaq bilirsiniz, çıxışımın əvvəlində də dedim, ümumiyyətlə belə kinolarımız, belə filmlərimiz çoxdur etirazla qarşılaşan və bu yerdə də yenə də imdada Ulu Öndər yetişir. Və onun təşəbbüsü ilə Dəli Kür filminin final hissəsi dəyişdirilərək ekranlarda uğurlu ekran həyatını yaşamağı bacarır. Ancaq bu məqamda yenə də bir rejissor bir qalibiyyət əldə etmişdi. Çünki filmdə təsvir olunan Novruz bayramı təsvirləri, fraqmentləri olduğu kimi saxlanmışdı. Əlbəttə, bu o dövr üçün böyük bir qələbə idi. Filmin musiqisi hər birimizin çox sevdiyi gözəl bəstəkarımız Cahangir Cahangirovundur. Cahangirov musiqiləri ümumiyyətlə deyə bilərik ki, filmlərdən, teletamaşalardan ayrılaraq tamaşaçı qəlbində, xalqın qəlbində özünə geniş yer tutmuşdu. Və elə Dəli Kür filmindən Ana Kür mahnısını da bu məqamda yada salmaq yerinə düşər. Həmin musiqini biz dinləmək istəyərik hər halda. Naxçıvan Dövlət Universitetinin müəllimi, prezident mükafatçısı İsrafil Qibləliyev. Udda müşayiət edir Naxçıvan Dövlət Universitetinin müəllimi, prezident mükafatçısı Sərxan Abdullayev. Alqışlarınızla. Ana Kür yaşa Kür hele neçə ömür yaşadacak gönüller seni. Bir gelinsen yatağında təbiətin qucağında nazenin kür güzel kür.
geçmişimi bugünümün aynasısan. Bu dünyada sen arzular dünyasısan. Sen hayalım benim, derdim dermanım benim. Mavi yaslancı sahiller Gülistan'cı. Sen hayalım benim, derdim dermanım benim. Mavi yaslancı sahiller Gülistan'cı. Mavi yaslancı sahilleri Gülistan'cı. Sahilleri Gülistan'cı. Sahilleri Gülistan'cı. Tofiq Quliyev, Ögey Ana filmindən Gül oğlum mahnısı. Oxuyur Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva. Gül oğlum bülbül oğlum, benim aziz gül oğlum. Gül oğlum bülbül oğlum, yüreğimi sevilir, benle danış gül oğlum. Yüreğimi sevilir, benle danış gül oğlum. Benim aziz gül oğlum, benle danış gül oğlum. Benim aziz gül oğlum, benle danış gül oğlum. Koy sarılan boynuna, bana ana de 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 oğlum. Gül oğlum, gül oğlum. Qara Qarayev, İnsan Məskən Salır filmindən musiqi. İfa edir orkestr. Solist Səxavət Rəhimov.
Rauf Hacıyev. Romeo mənim qonşumdur filmindən Sevgilim. Oxuyur Naxçıvan Dövlət Universitetinin müəllimi, prezident mükafatçısı İlkin Abdullayev. Göğüs sular kalbimin aynasıdır ay kız. Arzular ömrümün solmayan yaraşığı. Dünyalar gözele dönse bile yalnız. Bil seni ey güzel olmuşam ben aşığı. Sevgilim, sevgilim, göz görüp gönül sevip seni inan. Sevgilim, sevgilim, göz görüp gönül sevip seni inan. Sal ya da ilk görüş bir an oldu ey yar. Gözledim yolunu hasretiyle ben seni. Hüsnüne vuruldum heyran oldum ey yar. Söyledim her zaman sevdiğim bu nəğməni. Sevgilim, sevgilim, göz görüp gönül sevip seni inan. 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 Arif Məlikov. Sehirli Xalat filmindən Rəqs. İfa edir orkestr.
Hörmətli qonaqlar, yenidən biz Ulduz filmindən musiqi səsləndirəcəyik və bu filmin rejissoru Ağa Rza Quliyevdir. Film görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun eyni adlı operettası əsasında ekranlaşdırılmışdır. Və bu komediya Azərbaycan kinokomediyasının öncülərindən biridir və özünün möhtəşəm rəqs, musiqi səhnələri ilə yaddaşlarda iz buraxıb. Bu filmdən bir neçə nömrə səsləndirməkdə məqsədimiz odur ki, həm Naxçıvan tamaşaçısına yeni ifalarla zövq vermək, həm də diqqətinizə çatdırırım ki, bu filmdən olan parçalar Naxçıvan Dövlət Universitetinin kollektivi tərəfindən ilk dəfə ifa olunur. Diqqətinizə çatdırırım ki, bu filmin bəstəkarı Süleyman Ələsgərov operettanı yazarkən etiraf etmişdir ki, öz sevimli müəllimi Üzeyir Hacıbəylinin yaradıcılığından, əsas da Arşın Malalın operettasından çox təsirlənmişdir. Və filmin bütün hissələrində, yadınızdadırsa əgər, duet nömrələri xüsusi bir yer təşkil edir. Və indi sırada gözəl bir duet gələcək. Möhsünlə Nazilənin dueti və bu duetdə də humoristik xarakter təkcə sözlərlə deyil, musiqinin ahəngində, ifa tərzində özünü göstərəcək. Və bu gözəl dueti, sizə ipucu verim ki, çox gözəl bir səhnəcik də hazırlanıbdır. Dueti ifa etmək üçün Azərbaycan Respublikasının xalq artisti Naxçıvan Dövlət Universitetinin müəllimi Gülyanaq Fərzəliyeva və Samir İsmailovu səhnəyə dəvət edirəm. Alqışlarınızla. Murşinka! Məktubunuzu aldım. Gözəl şeir yazırsınız. Mən sizə şeir yazmışam. Bəs necə? Görün necə maraqlıdır. Doktor dedi ki, yalnız nazik ona dərmandır. Bəli, bəli, nazik ona dərmandır. Mən gülə-gülə sənin kimisin görmədim hələ. Sənin kimisin görmədim hələ. Qaş desən sən də, göz desən sən də, Naca göz desən sən də. Qaş desən sən də, göz desən sən də, Naca göz desən sən də. Bax desən sən də, canımı gözüm Musinika. Sevdim tək səni, Musiya doyunca. Saldın sən məni eşqin oğluna, Saldın sən məni eşqin oğluna. Mən sizə dəhşətli bir sirrin üstünü açmaq istəyirəm. Siz axı məni şilyapasız görməmisiniz. Baxın. Ah Mursiya, siz dasınız. Axır ki bir alimere rast geldim.
Yox. Mən alim ər olmaq istəmirəm Nazilə xanım. Alimer olmasan da olar. Ama elimler namizədir. Olmalısan. İnanıram ki, bu nömrədən sonra daha da xoş ovqat yarandı zalda və bizim konsertimiz alqışlarınızla. Əslində konsertimizin çox nömrəsi gedib demək olar ki, ancaq mənə elə gəlir ki, yorulmamışıq. Elə deyilmi? Əziz dostlar, hamımızın bildiyi kimi bu il dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə cənab prezidentimiz sərəncam imzalamışdır və bu sərəncama əsasən ölkədə təntənəli surətdə geniş Üzeyir bəy tədbirləri keçirilir. Elə bugün biz burada kinodan danışmışkən mümkün deyil ki, Üzeyir Hacıbəyli yaradıcılığını yada salmayaq. Çünki Üzeyir bəyin Arşın Malanı operettası əsasında bir deyil, bir neçə dəfə film ekranlaşdırılmışdır. Filmin ilk versiyası 1916-17-ci illərdə səssiz olaraq ekranlaşdırılmışdır. Ancaq 1937-ci ildə Amerikada erməni əsilli rejissor tərəfindən Üzeyir bəyin adı qeyd olunmadan ekranlaşdırılan film Amerikada nümayiş olunmuşdur. Bu məsələdən təsadüfən xəbər tutan Üzeyir bəy o zaman öz müəllif hüquqlarını qorumaq məqsədi ilə SSR-nin dövlət rəhbəri Iosif Stalinə məktub ünvanlayır və bu məktuba əsasən də Stalin göstəriş verir ki, Arşın Malalan filmi yenidən ekranlaşdırılsın və beləliklə 1945-ci ildə Arşın Malalan filmi yeni ekran üzü görür. Film çox populyarlaşır, uğur qazanır və 1946-cı ildə SSR-nin ən yüksək mükafatı olan Stalin mükafatına layiq görülür. Demək, indi həmin filmdən bir musiqi səslənəcək, Asiyanın mahnısı. Mən konsertimizin əvvəlində də sizə dedim ki, bizim Bakıdan çox hörmətli qonaqlarımız, sənətkarlarımız vardı. Burada öz ifalarıyla bizi məst edəcəklər. Buna görə də Asiyanın mahnısını ifa etməsi üçün səhnəyə Beynəlxalq Müsabiqələr laureatı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, prezident mükafatçısı Aytaç Şıxəlizadəni dəvət edirəm. Alqışlarınızla. Tofiq Quliyev, Qaynana filmindən mahnı. İfa edir Naxçıvan Dövlət Universitetinin vokal qrupu. Bədii rəhbər Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva. Müşayiət edirlər saksafonda Naxçıvan Dövlət Universitetinin müəllimi Nicat Əskərov, rayalda Naxçıvan Dövlət Universitetinin müəllimi Türkan Əzimova, zərb alətində Nəcəf Hacılı. Benim eşkim en zarif bir çiçektir, çiçektir.
Tofiq Quliyev. Onu bağışlamaq olarmı filmindən Bahar mahnısı. Oxuyur Naxçıvan Dövlət Universitetinin müəllimi, əməkdar artist Elçin Nağıyev. Elimin yurdumun çok baharı var, solmayan al yaşım lale zarı var. Seven aşıkların düz ilgarı var, düz ilgarı var. Geldi bahar, güldü bahar, baktığımız gibi. Geldi bahar, güldü bahar, baktığımız gibi. Canımı vererem yarasa dağa, sevmek vətənimdə değil qadağa. Amandır gözümden gitme uzağa, gitme uzağa. Geldi bahar, güldü bahar, baktığımız kimi. Geldi bahar, güldü bahar, baktığımız kimi, baktığımız kimi güldü bahar. Süleyman Ələsgərov, Ulduz filmindən Məhəmmədlə Züleyxanın dueti. Oxuyurlar Naxçıvan Dövlət Universitetinin müəllimləri, əməkdar artistlər Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva. Deyirəm gözəl kənd havasıdır. O cür yeyib içməkdən sonra, möhsünlə kabab yedikdən sonra burada biraz dincəlsəm yaxşı olar. Bu kimdir burada yatıb? Yəqin şəhərdən gələn qızlardandır. Yorulub yatıb. Ay qız. Ay qız. Ay qız. Qızım. Dur gedək evə, evdə yat. Burada yatma. Qızım. Mən qız deyiləm. Buy, başıma xeyir. Hiss olunur ki qız deyilsən. Yoxsa bu gövdə ilə ömür billah evdə qalardın. Niyə qoymursan burada istirahətimi eləyim? Görmürsən istirahət eləyirəm. Axı sən kimsən? Mən Buy, Məhəmməd. tanımadım. Bəs familiyan nədir? Məhəmmədov. Bədədə adı nədir? Məhəmməd, Məhəmmədoğlu, Məhəmmədov. Başa düşdün? Bəxtəvər bütün Məhəmmədləri yığıb tökmüsən başına. Əşki, sən hələ bir də görüm, sən kimsən axı? Mən bu toyuq fermasının müdürüyəm. Deyirəm axı, bu toyuq fermasında sən kiminlə söhbət eləyəsən? Odur ki, bir insan övladı görən kimi qırsaqqız olub yaxışırsan yaxasından. Bura bax! Məndən əlini üz. Mənim qadın xeylağımdan xoşum gəlməz. Boy, elə sən də məndən əlini üz. Mənim də kişilərdən xoşum gəlməz. Kişi görəndə elə bil yumurtamayan toyuq görürəm. Boy, bəs eşq, bəs məhəbbət, bəs sevgi? O nə olan şeydir? Məhəmməd. Başa düşmədin? Yox, düşmədi. İndi səni başa salım.
baş fırlanır, adam solur eşkiden. Gör dünyada neler olur eşkiden. Mən də sərbəst bir adamım, yoldaşam qadınlara. Polak kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Züleyxa. Aşıq olmazsan ki? Yox ha. Heç bilirsən eşqi nədir kişilərin kələyi. Heç bilirsən eşqi nədir kişilərin kələyi. Mən sevmirəm o adilə mücü yalan deməyi. Qadın kişi bərabərdir, sevgi nədir, eşq nədir. Avaralıq eləmək üçün bunlar bir bəhanədir. Adın nədir? Məhəmməd. Sözmüz sözdür. Əlbət. Mən bilirəm sənin kimi yoldaş tapmaq çətindir. Məhəmmədin yoldaşlığı əzimlidir, mətindir. Biz dost olaq, axıracan bir olaq. Həyatda bir yol götürək, həyatda bir olaq. Adın nədir? Züleyxa. Aşıq olmazsan ki? Yox ha. Mən sevmirəm hətini başı tənbəl yatan kişini. Mən sevmirəm hətini başı tənbəl yatan kişini. Adam gərək namusu ilə başa vura işini. Əlini ver məncə budur sənlə mənim məqsədim. Sənin kimi üzü yola bu dünyada görmədim. Adın nədir? Məhəmməd. Sözümüz sözdür. Əlbət. Adın nədir? Züleyxa. Aşıq olmazsan ki? Yox ha. Konsertimizin növbəti nömrəsi yenə də dahi Üzeyir Hacıbəylidən olacaqdır. Ümummilli lider Heydər Əliyev yeni filmlərin çəkilişi ilə yanaşı köhnə filmlərin bərpası məsələsinə də xüsusi diqqət ayırırdı və Rəşid Behbudovun yubileyində çıxış edərkən o öz arzusunu dilə gətirərək demişdi ki, mən istəyirəm Arşı Malalan yenidən bərpa olunsun və Ulu Öndərin bu arzusu 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən bərpa olundu. 1945-ci il versiyası bərpa olundu, rəqləndirildi və 2013-cü ildə Amerikada nümayiş etdirildi. Ulu Öndər Arşı Malalan haqqında çox gözəl sözlər demişdi. O demişdir ki, Üzeyir bəyin bu əsəri əsasında film çəkilməsəydi, bugün dünya nə Üzeyir bəyi, nə Arşı Malalanı, nə də Rəşid Behbudovu tanımazdı. İndi həmin filmdən möhtəşəm bir duet gələcək. Gülçöhrə ilə Əskərin dueti. İfa edirlər Azərbaycan Respublikasının xalq artistləri Gülnaz İsmailova və Samir Cəfərov. Alqışlarınızla.
işkənd oldum, görənər işkənd oldum, öyrənib bürvənd oldum, görənər işkənd oldum, hər bir dərdə mənd oldum, səni gördüm bənd oldum, hər bir dərdə mənd oldum, səni gördüm bənd oldum, elə bənd oldum, elə bənd oldum, elə bənd oldum dilbər, dura bilməm yar sənsiz, elə bənd oldum, elə bənd oldum, elə bənd oldum dilbər, dura bilməm yar sənsiz. Çattı ahır var, kömək etdi kim ol ben, geldi çattı ahır var, özümü verdim hoş ben, seni gördüm ben doldum, özümü verdim hoş ben, seni gördüm ben doldum, elə ben doldum, elə ben doldum, elə ben doldum dilber, dura bilmem yar sensiz. Elə ben doldum dilber, dura bilmem Canım bacı, ana vətən, yaramısan xəlqimizin qüdrətindən, qaradanın qaranlığa işıq saçar, ağ günlərdən gələcəyə yollar açar. Qaradanın qaranlığa işıq saçar, ağ günlərdən gələcəyə yollar açar. Sen hayatım, kolum kanadım, şöhretim şanım, Azerbaycan kalbinde kaynar, kızıldan çaylar, şöhretim adım, Azerbaycan. Sen gözümün ışığısan mavi xəzər, güneşle bir oyanırsan səhər-səhər. Gözəl Bakı göz bəbəyim, paytaxtımsan, öz şəhərim, öz vətənim, öz baxtımsan. Gözəl Bakı göz bəbəyim, paytaxtımsan, öz şəhərim, öz vətənim, öz baxtımsan. Sen hayatım, kolum kanadım, şöhretim adım,
Azerbaycan Kalbimde kaynayar Kızıldan çaylar Şöhretim adım Azerbaycan Sen hayatım Kolum kanadım Şöhretim adım Azerbaycan Kalbimde kaynar Kızıldan çaylar Şöhretim adım Tofiq Quliyev Bəxtiyar filmindən Qızıl Üzük ifa edir Azərbaycan Respublikasının xalq artisti Gülnaz İsmailova. Xatirimdədir bir dəfə
biz indi şəhriyyat klubu adlanır. Bu klubda hansısa Paris'ten gelmiş bir meşhur müğənninin konserti vardı. Ben gitmiştim konserten. Orada kiçik bir ordu var. Onda ben artık bu Devlet Təhlükəsizlik Komitəsinin sədriydim. Ya bundan əvvəldir. Herhalde 60. illərin ortasındaydı. Əvvəlindəydi bence. Rəşid oradaydı. Bir yerde dinledik. Sonra çıktık oradan piyada gelirik. Rəşid bu dəniz kənarı evdə yaşıyor, bilirsiniz. Ben ise bu bilirsiniz yəqin orada yaşamışam. Azərbaycan küçəsi ilə Bülbül küçəsinin kəsişdiyi o tində bir ev var. Orada yaşıyordum. 3 otaqlı mənzilimiz vardı. Elə oradan keçirdik dedim, Rəşidkədə bir çay içək. Dedi, çox məmnuniyyətlə. Qalxdıq bizim evə, oturduk. Çay içdik, söhbət elədik. Mənim həyat yoldaşım, mərhum Zərifə xanım bizə xidmət etdi. Bir neçə mahnılar haqqında mən buna öz fikirlərimi dedim. Birdən nədənsə mən bundan soruşdum ki, sən nə üçün Rauf Hacemi Azərbaycan mahnısını indiyə qədər okumursun? O dedim, nədənsə hiç düşünməmişim. Dedim, o mahnını sən bilirsən, dedi, bilirəm, əlbəttə. Zərifə xanım oturdu piyaninoda, çaldı onu. Rəşid başladı yıllarca bunu okumağa. Ondan keçəndən bir 10-15 gün sonra o mənə telefon etdi, dedi ki, mahnı artıq hazırdır. Bu mahnı düğünləri ben bu sahneye kalmaktan önce bu da filmde gösterdim. Çok güzel bir mahnı. Fükarlıdır uça dağların, hüsnüne bir yaraşıktır yaşıl bağların. Bizimle bir başlamıştır güzel çağların. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. El bilir ki tükenmeyen servetini vardır. Sinen üstü ah pambıklı gen tarlalardır. Uruklarını göğütlezerde katar katardır. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım.